Altıncılar, hər birinizi Ağdam Çörək Muzeyi dərsində xoş gördük və siz də bizim kanalımıza nə edirsiniz? Abunə olursunuz. Bu kanalda bizim iş dəftərləri, yuxarıdakı kanalda isə nə olur? Dərsliklərin izahı olur. Vaxt itirmədən o kanalda abunə olun. Qala blokada şəraitindədir. Şəhid və qazi ailələrinə sayğı ilə yanaşmaq. A. Azərbaycan Dünya Mədəni Nizami kimi bir dahi, düha. A. Divarları mozaika ilə bəzədilmiş Nizami stansiyası dünyanın ən gözəl metro stansiyaları siyasında yer alıb. Deməli, keçirik növbəti. Deməli, aşağıda burada biz nə edəcəyik? Burada fikirləri faktlarla təsdiq eləyəcəyik. Deməli, çörək bişirmə ən qədim peşələrdən biridir. Bunu hansı faktla görürük? Deməli, arxeoloji, qazıntılar zamanı daşlaşmış buğda dənələri tapılıb. Buğda dənələri sonra alətlər tapılıb. Bu da tarixi qədim dövrlərə gedib çıxır. Növbəti çörəyə münasibətdə çörəyi tərs qorumaq olmaz. Qoymaq olmaz. Əl yumaq lazımdır. Və s. Növbəti bu nə deməkdir? Çörək etibar mənasını yaşatmaq vacibdir. Buna görə muzey yaradılıb. Nəsillərdən nəsillərə keçilməlidir. Ağdam Çörək Muzeyi Respublikadan kənarda tanınırdı. Deməli, bu hardan bilirik? Rusiyalı jurnalist muzey ilə bağlı reportaj üçün muzeyə gəlmişdi. Növbəti, səncə çörək muzeyi nə üçün məhz dəyirman binasında? Çünki bu dəyirman binası onsuz da çörəkçiliklə bağlı olduğuna görə ən yaxşı, ən məntiqli elə orada tikilməyi idi. Növbəti tapşırığımız Ç tapşırığı. Deməli uşaqlar, bunun ən yaxşısı gəlin burada eləyək. Mən ona görə siz üçün böldüm ki, bunu hər hansı bir qaranlıq məqam qalmasın. Deyir ki, 1983-cü ildə açılıb. Burada 1983-cü ildə deyil. Burada baxırıq, 23 il kimi bu 1539-da uyğun gəlir. Təxminən bu çox getdi. Bu Şeyx Səfi məqbərəsi idi. Gəlin o biri Ağdam Çörək Muzeyinə baxaq. Deməli, ilmi bu dəyirmanın arasında dəyirmanı bina açmaq qərarı qəbul elə həmin il başlanan təmir işləri növbəti ildə baş çatdırıldı və noyabr. Bu düzdür. Bu doğrudur. Belə yox. Bu doğrudur. Keçirik, muzey binasının qarşısında kiçik fəvvarə var idi. Baxay. Bu zalın ortasında kiçik fəvvarə var idi. Bu zalın qarşısında. Muzey binasının fasadında gözəl. Muzeyə giriş birbaşa yaylarına doğrudur. Muzeyin tavanı istəyir bizdən. Sala girən solda dönməli sərgi salonu hündür olduğundan salonun müəyyən hissəsi alt-üst mərtəbələr ayrılmışdır. Bu da doğrudur. Sonra nə deyir bizdən? Muzey bir sərgi salonundan ibarət idi. Bir sərgi salonu olmaz. Muzeyin böyük zalında gündə üyütmək üçün mexanika, ötən əsrin 30-cu ildə istifadə edən taxılı, bunlar hamısı buradaydı. İkinci sərgi zalı var, görürsünüz. Bu ikinci söhbət, iki dənə var, bir dənə deyil.
Muzey 9 ilə yaxın fəaliyyət göstərmişdi. Muzey burada 1982-də 83-də açılıbsa, gəlir bir xeyli keçir üstündən 83 və 92. Bəli, bu da doğrudur. Yanlış biz də birini seçə bildik. Keçirik növbəti hissəyə də artıq oranı bağlayırıq. Çünki orada lazım olan hissəni biz gördük. Növbəti hissəmiz bizim deyir ki, Ağdam çörək müzeyi atalar sözlərinə ifadə uyğun. Zərgər qədini zərgər bilər. Çörək verərsən çörək birini üstəlik, çörəyi ver çörəkçiyə birini də üstəlik. Çalışmaq çörək tənbəlliyi qıtlıq gətirər. Çörəyi ver çörəkçiyə. A bura gedir. Bacarmadığın işdən yapışma. Vay o günə çörək çəkməti ki, çəkməkdə papaq. Yəni öz işinə aid olmayanı seçər. Bura B gedəcək. Növbəti nə deyir bizə? Nə tökərsən aşına, o çıxar qarşısına. Yəni çörək verərsən, çörək verərlər. Daş atsan, daş atarlar. Buna gəlir C variantı. Bağa baxarsan, bağ olar. Baxmazsan, dağ olar. Çalışmaq çörək, tənbəllik 3 gedir deyə, tənbəllik də daş, yəni qıtlıq gətirər. Uşaqlar, yeməklər haqqında estetik cəhətinə görə gözəldir. Xəmir xörəkləri təsvir etməklə özünüz yazırsınız. Bunu mənim yazmağıma ehtiyac yoxdur. Yenidən adlarla ilk biz zərərətlərindən birisən. İnşallah ki, yenidən asılar və gedərsiniz. Sizcə ora necə olmalıdır? Ürək sözləri sizindir. Sizlə mənim ürək sözlərim tamamilə fərqli olacaq. Ona görə onu yazmıram. Hansı söz birləşməsini birinci sözə yəri kal şəkildə əlavə etmək olar? Buğdanın çörəyi, çörəyin dükanı, dükanın sahibi eləmək olar. Amma çörəyin dükanı ola bilməz, buğdanın çörəyi ola bilməz. Onlar qeyri-müəyyəndir. Altından xətt çəkilmiş söz birləşmələrini birinci tərəfi ilə bağlı uyğunluq. Bayramın deməli, qeyri-müəyyən yəri kalda işlənməz. Əskərlikdə olan bayramın payını anası əvvəlcədən ayırmışdı. Qeyri-müəyyən yəri kalda işlənə bilməz. Bayram payını, çünki burada bayram adam adıdır. Qeyri-müəyyəndə işlənə bilməz. Bayram payını alan uşaq sevincindən, bura bəyidi, sevincindən yerə görə sığmırdı. Deməli, bayram payını, bayramın payı burada müəyyən yəri kalda işlənə bilməyəcək. Hind okeanının sayəsində görə dünya Hindin okeanı olmaz, müəyyəndə işlənə bilməz. Şəhərin komendantı, şəhər komendantı bu ikisində də işlənə bilər. Ayın işığında, ayın zəif işığında meşəyə gedən cığır zorlası. Əgər ortasına söz artırılıbsa, o qeyri-müəyyəndə işlənə bilməz. Qardaşımın itirdiyi iş dəftəri, işin dəftəri olmaz, bu müəyyəndə işlənə bilməz. Ziyanın yarısına bu qeyri-müəyyəndə işlənə bilməz. Quş yuvası və quşun yuvası ikisi də ola bilər. Növbəti şeir parçası ilə bağlı sualları cavablandır və tapşırığı yerinə yetir. Şeir parçasında neçə söz birləşməsi işlənmişdir? Vurğunun xəyalı, gözümdə oyandı dağın boranı, qışın qatığı, yayın ayranı, payızın qaymağı. 1, 2, 3, 4, 5. Bir dənə də var, frazeoloji birləşmə 6 dənə. Şeir misrasının tərkibində mürəkkəb söz birləşməsi işlənmiş, həmin birləşməni yaz. Mürəkkəb söz birləşməsi vurğunun xəyalı gəzdi aranı. Qışın buz qatığı olacaq. Çünki 2 sözdən ibarət, 3 sözdən. Buz qatığı. Şeirdə işlənmiş sadə söz birləşmələrini seç, tərəfləri arasında sözlər artırmaqla mürəkkəb söz birləşməsi. Vurğunun dərin xəyalı. Növbəti dağın şiddətli boranı. Növbəti yayın sərin ayranı. Sərin ayranı. Burada qaldı payızın qaymağı. Payızın dadlı qaymağı olar da. Dadlı. Növbətdə frazeolojidir, onu yazmırıq ora. Deməli, ümumiləşdirici təkrar bu bütün bölməni əhatə eləyəcək. Yaxşı yoldaş, altına eyni köklü deyil. Yoldaş, necə? Bu da yoldan yaranıb. Evin güllük, güldan, gül ismindən yaranıb. Bağ, bağla, bağban. Bu bağ, bağ-bağça mənasında, bu bağ ip mənasındadır. Ona görə cavabımız C variantı. Başlanğıc forması yeni sifət olmaz. Səbir isimdir. Səbirsiz sifəti səbirsizlik isimdir. Çalmaqdan feildir. İrəli zərfdir. Deməli, iz isimdir.
İzlə feildir. İzləyici isimdir. Ək feildir. Əkin isimdir. İkinci isimdir. Gör feildir. Görkəm nə isimdir? Görkəmli necə sifətdir? Təmiz sifətdir. Təmizkar da sifətdir. Təmizkarlıq isimdir. Bir saydır. Sayılar daha çox sayılardan yaranır. Birinci də saydır. Bu bir isimdir. Aş isimdir. Aşpaz isimdir. Aşpazlıq da isimdir. Sadə söz birləşmələrini verilmiş söz və ifadələr hesabına genişləndirərək mürəkkəb sözlərə. Aha, azadlıq uğrunda mübarək xalqın, bura A olacaq. Xəzərin qumlu sahili, yayın qızmar günəşi, səhər yeməyini yeyəndə, tətilin son günləri, kəndimizin göz oxşayan mənzərəsi, şeiri uca səslə söyləmək. Atalar sözlərində altından xətt çəkilmiş söz birləşmələri birinci tərəfi ilə bağlı. Aha, özgə atına min, özgənin atına ikisinə də işlənə bilər. Sözün düzünü, söz düzünü. Bu qeyri-müəyyəndə işlənməz. Suyun axanı, su, bu qeyri-müəyyəndə işlənməz. Ara sözü, aranın sözü olmaz. Bu müəyyəndə işlənməz. Bununla da bu bölməmiz bitdi. Növbəti videolarda görüşərik. Hələlik.